Mustafa Ərəbli tayfasındandı, qızılbaşdı. Yol boyu kəndlərlə bizi tanış edir. Bu Qaraşıqlı, bu Afşar kəndi, bu kənd Bayat kəndidir. Mustafa'nın dayıları Ağdaş kəndində Bəydilli tayfasındandı. Mustafa'ya dayıları ilə görüşməyi təklif etdi, razılaşdı. Ara sıra kameranı yandırsaq da bunu elmi araşdırmalar üçün etdiyimizi söyləyirik. İlk dayanacağımız Çobanbəyindən bir neçə kilometrdə olan Ağdaş kəndi oldu. Mustafa'nın qohumları dövlət qurumlarına telekamera olduğunu bildirməyəcəkdilər, buna əmin idik. Bizi qonaq kimi çox gözəl qarşıladılar. Ərəb kofesinin dadına baxıb çay süfrəsinə başladıq. Burada Bəydilli aşirətindən başqa hansı aşirətlər var? Beydil var. Bize ait olan aşiret mesela. Araplı var. Bekmişli var, Araplı var, Gazlı var, Örnek var, Barak var, Karaşıklı var, Helluşah var, Çelebi var, Elbeyli var, Kara Yağmurlu var, Kara Elbehemli var, Kara Geçili var, Kara Koyunlu var, Ak Koyunlu var. Türkmen kəndlərinin hər birində ayrıca belə qonaq evləri var. Bu evlərə müdafiə deyirlər. Əgər kənddə kiməsə bir qonaq gəlirsə, mütləq bu evə gəlir. Bütün kəndin qocası, cavanı əsasən bu evə yığışırlar. Gələn qonağı da burada qarşılayıb buradan yola salırlar. Kəndin qadınlarını bir kimsə kənar insan görə bilməz. Ailənin yanına kimsə getməz yani. Ailənin yanına? Qarib kimsə getməz. Eyvah, bizim burada belə oda bura müdafa gelen misafir burada istikbal ederek, burada yol yediririk, burada içiririk, burada yatırırık, buradan yollar. Kadınları kimse görmemeli. Garip insan gelip gitmez eve yani. Adetimiz mesela misafire hürmet etmek, ziyafet etmek mesela müflelerimiz akraba biriktir buna birbirimize verirdik, garibe vermezdik fazla. Birbirimizden alıp verirdik yani, Türkmen. Dışarı vermez. Dışarı kızı vermezsiniz. Yani az olur, ille bulunur mesela. Toyları nasıl yaparsınız? Toyları, hüfleleri mesela çadır kurarız, 3 tane, 2 tane mesela, mektuplar yazarız, tertipler var, dostlarımız olur, akraba olur, gelirler yani. 3 gün, 4 gün düğün yaparız. Bu millet mabsut olur, oturan oturur, oynayan oynar, hüfle tamam, kına yakarız. Gelini zerfe yaparız. Kına yaktı var mı? Var ya, kına yapılır. 20-50 mekandan gelini getirirsin, o köyden getirirsin. Zerfe derler. Hüseyin Əhsən ağa kəndin aşirət rəisidir. Onun babaları da aşirət rəislər olub. Aşirət rəisi tayfanın ağsaqqalı, onu yönəldəndir. Bəydilli tayfasının ağsaqqalı olan Hüseyin Əhsən ağa tək bu kəndin deyil. 20'ye yaxın Bəydilli tayfasının yerləşdiyi kəndlərin, Hələbdə isə 20 min ev aşağı və yuxarı Hüllük məhəlləsində olan Bəydilli tayfası yaşayır ki, onların da ağsaqqalı Hüseyin Əhsən ağadır. Hepsi Türkmen'e ait bu. Beyleri çok, her kokudun bir beyi var. Bunların beyi hepsi beydir. Əhməd İsəni Hüseyin Əhsən ağa xüsusi olaraq dəvət etdi. Bəydilli tayfasında Əhməd İsa tarix və söz yaddaşıdır. Türkmen tarixini dədələrdə nəqs edib öyrənən Əhməd İsa'nın ilk sözü şeir oldu. Dünyayı tuttu da Türkmenin ünü. Bayatı söyledi. Burada ayırdan başlıyor. Yiyin. Sint Nahri'nin geçince Ceyhun'un suyu. Sint Nahri. Sint. Nahri Sint. Hintler. Sin'in içinden geçer. Pakistan'ın içinden denize dökülür. Sint Nahri, Sint. Sint Nahri'nin geçince Ceyhun'un suyu. Seyhun da var orada. İskan ettiğimiz Konya'nın çölü sonunda. Bütün kahramanlar Türkmen'de gelme. 15.000 muharip başta Alpaslar. Birbirini severek el ele veren, Rum Bey Kayser'i esir eyleyen, cihanda seslenen Türkmen değil mi? Ne uyar? Müslüman yani. Allah'ın Kur'an'ına
İman eden. Emrine Uyar. uyar. O yolu tutar. Allah'ın kavline, emrine uyar. Ehle şerfe denen Türkmen değil mi? Şerfe ne? Uzun olur, başında şey olur. Atla böyle vururlar. Böyle atarlar yani. Kılıç değil, Şöyle şerfe. değil. Roma. Cıda derler Türkçesi. Cıda. Roma. Ahmet'im eline aldı kalemi. Benim ismim Ahmet. Sözüm hakikat mı yoksa hile mi? Caber kalasında Şah Süleyman'ı, çöllerin sultanı Türkmen değil mi? Əhməd İsa'nın tarix yaddaşı o qədər zəngin idi ki, bizlərin tarix kitablarında tapa bilmədiyimiz, min illərin tarixini Şumerdən, Yafəsdən, Ağşəmsəddindən, Əxi-İvrindən, Şah-Xətaydən, Nəsimidən bizlərə bəlli olmayan həqiqətləri söyləyirdi. Bayaq dedelerden de sordum. Burada bir Nesimini soymuşlar. Duydunuz mu hiç onu? Ama o dedemiz bizim. Ya o benim de dedem. Ya o Nesimi şimdi Halep'te. Bes bakımsız. Niye bakımsız? Burada Türkmen zayıf, azık biz. Azık yani. Sonra Türkmenden korkarlar. Onun için şey vermezler bize yani. Hakikatine gerek yani. Kim o Nesimi? Nesimi Türkmen, Nesimi yüzüldü de hakın ışkına. Hak menem, hak mendedir, men hakten ishar olmuşam. Evet. O Türkmen'in de dedesi Şeyh'i sonra. Ya. Nesimi Hazretleri. Desturmun hatru. Bes Nesimi Hazretlerinin şeyinin birilik mezarını. Halep kalasının Boyraz tarafında. Çünkü Halep'e 1000 sene hükmettik biz. 1000 sene. 100 sene değil, 200 sene değil. 1000 sene. Onun başka şimdi daha başka erken harp var falan var. Mılla Camısı'nda. O da kadim. Onu da Osmanlılar yaptılar. İçeride erken harpler, şeyler, kıyamet gibi kabir var. Onlar da bakımsız. Niye? Burası Arap hükmü altında. Biz azık yani. O da şey etmiyor yani. Yani bir öyle yani Nesimi hiç etmez. Korkarık biz yani. Her şeyi. Çünkü bize şey olur yani. Huylanırlar bizden. Kimleri duydunuz dedelerden? Nesimini duydunuz, Füzuli'ni duydunuz, Fuzuli. Nizami duydunuz mu? He. Evet. Fuzuli şair bir adam. Şimdi siz Rusya'da çok sefillik çektiniz. Çok. Bayaq söyledim ben. Hiç vasf olunmaz zahmetler çektiniz. Çok öldünüz. Dedelerimiz, akrabalarımız orada çok öldüler. Televizyon açıkladı artık. Mesela bir sene Rusya'da, Moskova'da oturuyor. Devrisi sene Sın hududunda bir şehre sürüyorlar. Bunlara mıkıyat olun ha, bunlar adam yerdiler. Bunlar ne der? Bu Türkmenler adam yer, mıkıyat olun. Kimse yanlarına gelmiyor, kimse yaklaşmıyor. Böyle ki ne? Zulümden yaşadı bu millet bütün. Bu millet bütün zulümden yaşadı. Bəydilli dədələrimizlə söhbətlər nə qədər maraqlı idisə, zamanı qınayıb dədələrimizdən ayrılırıq. Sanki bir yuxu kimi, bir anın içində 1000 illik Türkmən tarixini, cahan şahlığını quran dədələri, tarix və zamanın fövqündə yaşayan bir millətin taleyini yaşadıq. Vətən sevgisi imandan da kəlamını ömür yoluna çevirən bir millətin, ona türk, türkmən, tatar, nə adlanmasından asılı olmayaraq böyük turanı yaşadan millətin, biz hələ ölməmişik, ayaqdayız, inamına səcdə etdik.
Yolumuz Süvarilər kəndinədir. Bu kənddə 95 yaşlı Niyazi dədə yaşayır. Qarabağ işte bu atla aldı yoksa Ya. alamazdı şeyden. Siz onlara ne deyirsiniz? Gavur mu deyirsiniz? Gavur dedik Ya ya. ne ya gavur ya. Gavur dedik biz onlara. Türkmüsüz, yoxsa türkmən deyə soruşduqda Niyazi dədə, biz türkün babasıyıq, əcdadıyıq dedi. Bəs niyə sizlərə türkmən deyilir? Dünya yaranandan bizlər haqqı tanıdıq dedi Niyazi dədə. Haqqın yolunda seçilmiş insanların yolunu seçdi. Musanı, İsanı haqq necə vermişdisə, eləcə də qəbul etdi. Məhəmməd Peyğəmbəri, son din olaraq İslamı seçəndə, gavurlar, əski dinlərinə inananlar bizə tərki iman dedilər. Gerçək Musadan, gerçək İsa'dan bir şeylər qalmadığı üçün, Məhəmməd Peyğəmbərin arxasında getdiyimiz üçün bizə bu adı verdilər, tərk-i iman, türkmən. Niyazi dədə də bizə çox tarixlər açıqladı. 300 illik Azərbaycan tarixində unutturulmağa çalışan həqiqətləri bu dədələr yaşadırlar və yaşadacaqlar da.